Sən İsmail gəlsin, qanımı qaraltmaq istəmirəm də onda. Bezmişəm daha. Bezmişəm ha. Gəl İsmail, gəl. Salet kimiz zəng geliyor? Hədə heç, zəng eləməsə ondan yaxşı idi. Salet deyirəm kimiz zəng geliyor? Natir mənim. Natif müəllim nə dedi qadası? Hədə heç, pulumu dedim. İstəmədik pulu. Dedim pulumuzu, dedi qardaş, mənim pulum var, özümə görə, vermirəm sizə. Dedi mənim pulum var özümə görə vermirəm sizə. Hə, dedi vermirəm. Ay demədin ki qardaş sağ qurban olurum biz işləmişik, işlədiyimiz pul istəyirik. Dedim, nə olar? Nə dedi bə? Dedi qardaş, pulum var özümə görə. Siz olsaydı həmişə pula ehtiyacı var dedi. Nə vaxt keyfimə düşər pul verəcəm sizə. Dedi nə vaxt kemə istəyirdik? Hə. Belə dedi eləmə. Hə, özümə. Görsən İsmail? Hə. Heç də atam. Yəni vəziyyət budur. Neyi necəyi bilmirəm. Yəni ki, özün uşaq dövsən də, özün də bilirsən ki, vəziyyət nədir? Nə yerdədir? Belə insanlara mən dedim ki, bizə niyə yazın gəlmir? Mən sizin kimlərdir? Yuxarıdan aşağı baxıram. Bizi kimsə yuxarıdan aşağı Hə, baxır. dedim Allah sənin kimlərə, Allah. Dedim Allah səndən aşağı baxsın. Nə olar biz kasıbıq. Sən demədin ki, ay kişi, sənə də yuxarıdan aşağı baxam. Dedim də atam, dedi ona baxar. Dedin mi? Dedim, dedi ona. Dedin mi sənə də yuxarıdan aşağı baxam? Dedim Allah sənə baxsın. Dedim ona baxarıq. Dedin eləmi? Dedim atam. Əgər onu sən demirsən də kişi adamsan. Vallahi dedim. Dedim. Yoxdur. Qoy o bizim pulumuza göstərsin. Haram. Kasıbın, fəhlələrin puluna göstərsin. Amin. Bizi incitsin. Amma yadında saxlasın ki, ona da yuxarıdan aşağı baxamlar. Olsun atam, nə olar? Nə deyim?